Hal-hazırda biz Triatlon Federasiyasındayıq. Bugün məni üzvlü səfir kimi həm federasiyaya, həm komandalara təqdim elədilər. Biz bu görüşdə planlarımızı müzakirə etdik. Hansı tədbirlər olacaq, hansı vəzifələr düşür hamının üzərinə. Bizim vəzifəmiz yalnız triatlonu təbliğ etmək deyil, yalnız idmanı təbliğ etmək deyil, eyni zamanda Azərbaycanda, Bakıda keçirilən ilk Avropa oyunlarını təbliğ etməkdir. Mən sizin hamınızı triatlonu azərkeşdə etməyə çağırıram. Bildiyiniz kimi triatlonun üzərinə böyük bir vəzifə düşüb, oyunların ilk günlərində keçiriləcək yarışlar Xəzərin sahillərində keçiriləcək. Hamınızı ora dəvət edirəm və uğurlar diləyirəm.